Çayı şirniyyatsı sevməyənlər üçün qozlu çəti hazırlayırıq. Bunun üçün əvvəlcədən qovurduğumuz qoz ləpəsinin üzərinə şəkər tozu və biraz da hil əlavə edərək qarışdırırıq. Kərə yağını da əlavə edərək içlik hazırdır. Xəmir üçün isə kərə yağı ilə undan omaç hazırlayırıq. Xəmirin içliyi üçün eyni zamanda xama və yumurtadan ibarət bir qatqı hazırlayıb unun üzərinə əlavə edirik. Qabartma tozunu da əlavə etdikdən sonra bu qatqını əlavə edərək çox asta şəkildə qarışdırırıq. Yedikdə ağızda əriməsi üçün çalışın burada xəmiri çox da qarışdırmayın. Sadəcə biraz toparlanması kifayət edir. Hazırladığımız xəmiri bir paketin içərisinə əlavə edərək soyuducuda təxmini 1 saat saxlayırıq. Soyuducuda saxlamağımızda məqsəd burada xəmiri daha rahat şəkildə aça bilməyimizdir. Sonra isə xəmiri 2 bərabər hissəyə bölərək gördüyünüz formada zövqünüzə uyğun şəkildə xəmiri açırıq. Xəmirin üzərində istəyinizə uyğun hər hansı bir kəsim edə biləcəyiniz üçün istədiyiniz formada da açmağınız kifayət edir. Daha sonra isə xəmirin içliyini xəmirin içərisinə daha rahat şəkildə yaya bilməyimiz üçün yumurta ağından istifadə edirik. İçliyi əlavə etdikdən sonra isə xəmirə istədiyimiz şəkildə forma verə bilərik. Mən rulet şəkildə bükərək daha xırda kəsimlər halına gətirdim. Çətəni bu şəkildə hazırlayaraq qonaq süfrələrinizdə və özəl günlərinizdə mütləq dadını sevdikləriniz ilə bölüşün. Unutmayın, bayram günlərində də süfrənizin ən gözəl şirniyyat çeşidlərindən biri ola bilər. Xəmiri kəsdikdən sonra isə üzərinə yumurta sarısı əlavə edərək fırça ilə və ya çəngəlin arxa hissəsi ilə istədiyiniz naxışları əlavə edə bilərsiniz. İstəyinizdən asılı olaraq çətənin üzərini görüntü verməsi üçün küncüt də əlavə etmək mümkündür. Hər zaman olduğu kimi şirniyyatın içliyini tam şəkildə sizinlə açıqlama bölməsində bölüşəcəm. Keçid edib baxıb kanala abunə olub dəstək olmağı da unutmayın. Ən əsası da bişirməyimi istədiyiniz hər hansı bir yemək və ya şirniyyat varsa bunu rəy bölməsində mənimlə mütləq bölüşün. Bir də rəylərdə mənimlə mütləq kətəni hansı formada hazırladığınızda bölüşsəniz mənim üçün xoş olar. Bəs siz qozlu çəti hazırladıqda hansı reseptdən istifadə edirsiniz?